Deməli, Yusif Niyazi 18-i izah eləyəcək Niyazi, 19-u izah eləyəcək Yusif. Yarışma formasında buyur Niyazi. Mikrofonu Bəli. O 18-də deyir ki, adi dərəcədə olan sifəti müəyyən edin. Dəlisov müəllim azaltma dərəcəsindədir. Buna atırıq gedir, A getdi. Sarımtıl da müəllim azaltma dərəcəsindədir. Bunu da atırıq getdi. Tünd yaşıl çoxaltma dərəcəsindədir. Xırdaca da çoxaltma dərəcəsində bir dənə qalır enli, enli də adi dərəcədə. Bəli, doğrudur. Ver Yusifə. Yusif. Müəllim, dümdüz çoxaltma Şərh oxuda. azaltma dərəcəsində olan sifəti müəyyən edin. Dümdüz çoxaltma dərəcəsindədir. Buya atdıq. Sonra ağappaq çoxaltma dərəcəsindədir. Bu da atdıq. Sonra gömgöy çoxaltma dərəcəsindədir. Bu da atdıq. Bax balaca, bu da çoxaltma dərəcəsindədir. Bir dənə qaldı Dəlisov, o da azaltma dərəcəsində. Cavab B variantı. Mən sənə sual verirəm. Dəlisov burada hansı yolla azalıb? Dəlisov Ümumiyyətlə azalma dərəcəsi hansı yollarla azalır? şəkilçi ilə azalır. Ona biz nə deyirik? Sözlə azalanda Sözdə sintaktik. sintaktik. İndi burada nəyinə azalır? Şəkilçi. İndi nə deyəcək? Morfoloji yolla azalma. Morfoloji yolla azalma. Yaxşı, Niyazi. Sarımtıl şəkilçi ilə azalıb. Hansı yolla azalma olacaq? Sarımtıl şəkilçi ilə azalıbsa, hansı yolla azalma olur? Morfoloji, sintaktik? Sintaktik mi? Yox, şəkilçi ilə. Şəkilçi ilə morfoloji şəkil lazım. Ay, sağ ol. Yaxşı. Ner markeri. Burada Yusif. Bəli. Tünd qırmızı nə ilə çoxalıb? Sözlə. Sözlə. İndi necə olacaq? Sintaktik yolla. Sintaktik yolla. Əla. Əsl.